Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı, ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır. Sərəncamla bağlı görüləcək işlərə dair keçiriləcək mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmmişov bildirib ki, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdiriləcək. Himalay Məmmişov bildirib ki, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır. Fond sədri vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasət, vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir.